Salam, belə bir məsələ var. ABCD kvadrat, o isə onun daxilinə çəkilmiş çevrədir və bu çevrənin radiusunu tapmaq tələb olunur. Bunu həll edək. O nöqtəsindən AB və BC tərəflərinə perpendikulyarlar endirək. Və aydındır ki, bunlar çevrənin radiuslarıdır. Burada belə bir düzbucaqlı çəksək, bura 1 olduğuna görə bura R-1, Kayıl 2 olduğuna görə bura 2, bura isə R-2 olar. O ilə L nöqtələrini birləşdirsək, o çevrənin artıq radiusu olar. Və verilmiş düzbucaqlı üçbucağa baxsaq, görərik ki, R-2-nin kvadratı üzərinə gəl. R-1-in kvadratı bərabər R kvadratını Pifaqor teoremindən yaza bilərik. Açsaq düsturları, belə bir ifadə almış olaraq bu R kvadratlarını islah eləsək, verilmiş kvadrat tənlik R kvadrat minus 6R üzərinə gəl 5 bərabərdir 0 kvadrat tənliyinə dönər. Viet teoreminə görə kökləri hasili 5, cəmi 6 olan ədədlər 5 və 1 ədədləridir. Aydındır ki, R bərabərdir 1 şərtə zidd olar. Yəni kənar kökü olar. R bərabər 5 isə verilmiş çevrənin radiusu olar. Sağ olun.